Bismillahirrahmanirrahim. Biz Peyğəmbər və Əhl-i Beytdən nəql olunan hədislərə baxsaq, xüsusən iman haqqında nəql olunan hədislərə baxsaq, görərik ki, imanın dərəcələri haqqında, imanın kamilliyi haqqında, imanın həqiqəti haqqında, imanın gözəlliyi haqqında müxtəlif hədislər nəql olunur. Hədislərin birində Həzrəti İmam Rıza əleyhissalam buyurur imanın kamilliyi haqqında: "Vel-imanu ədəul fəraiz və ictinabul məharim." İmam əleyhissalam buyurur ki, iman vacibləri yerinə yetirmək və haramlardan çəkinməkdir. İmam əleyhissalam burada imana gözəl bir tərif verir, imanın həqiqətinə gözəl bir qayda qoyur ki, yəni həqiqi iman odur ki, bir insan Allahın vacib buyurduqlarını yerinə yetirsin və Allahın haram buyurduqlarından çəkinsin. Hədisin davamında İmam imanı bir növdə bizə başqa cürdə tanıtdırır imanın həqiqətini. Buyurur: "Vəl-imanu huve ma'rifatun bil-qalb." İman odur ki, qəlblə tanıyasan, qəlblə mərifət bəsləyəsən. "Və iqrarun bil-lisan." Və ikinci şərti imam buyurur ki, imanın kamilliyi, həqiqəti odur ki, dil ilə iqrar edəsən, dil ilə təsdiq edəsən. Və sonra İmam əleyhissalam buyurur: "Və əməlun bil-ərkan." İmanın kamilliyi, imanın həqiqəti odur ki, ən əsas mərhələsi odur ki, öz əməlinlə onları neyəsən? Təsdiq eləyəsən. Biz bu hədisdən bunu anlayırıq ki, imanın həqiqəti, imanın kamilliyi odur ki, Allahın vacib buyurduqlarını yerinə yetirmək, Allahın haram buyurduqlarından çəkinmək və bunları öz əməllərimizdə təsdiq edək.